Ukraynanın ümumiyyətlə son Rusiyanın həmlələri də göstərir ki, Ukraynanın qalibiyyət planları elə də yaxında deyil. Düzdür, Ukraynanı müdafiə edən qüvvələr dünyada çoxdur, onun haqlı olduğunu deyən qüvvələr çoxdur. Ancaq bütünlükdə isə Ukraynanın qalibiyyət planını hələ ki görsənmir. Yəni bu yaxın müddətdə bu görsənmir. Və Rusiya, bilirsiniz, Rusiya böyük dövlətdir. İndi hər halda Rusiyanın neftin istehsalı ilə bərabər Rusiya hər zaman onun həm də idxalı ilə də məşğul olubdur. Ancaq ola bilərsə ki, müharibə dövründə o bir qədər artıq idxal edib. Ona görə də bu tezisinin özündə müəyyən dərəcədə həm bir siyasi populizm də var ki, bu idxal edən ölkəyə çevirib Rusiyanı. Ancaq bütünlükdə Ukraynanın özünün də itirdikləri çoxdur. Ukraynanın itirdiyi çox şeylər var bu müharibədə. Eləcə də Rusiya tərəfi çox məsələlər itirir. Ancaq belə götürdükdə Rusiyada bir vahid bir ideoloji, müharibədə bir istiqamət var. Ancaq bu Ukrayna tərəfinin cəmiyyətin özünün çox belə demoqrafik vəziyyətinin problemləri həddən artıq artır günbəgün. Bu da bir faktlardan birisidir. Hal-hazırda isə yaxın gündəmdə taktiki strategiyalar, taktikaları bəllidir, taktikaları göstərər Ukrayna tərəfinin. Ancaq bütünlükdə isə hələ ki o strategiyanın Ukrayna tərəfdən nədən ibarət olacağı məsələsi hələ ki Ukrayna cəmiyyətinin özü üçün də hələ ki aydınlaşmır. Çünki proseslər hər bir tərəfdən gah digər tərəfin üstünlüyü ilə nəticələnir, gah digər bir tərəfin məğlubiyyəti ilə nəticələnir və məsələ proseslər hələ ki deməli daha çox Ukraynanın ziyanına daha çox işləyir. Siyasi cəhətdən müəyyən dərəcədə Rusiya olan sanksiyalar baxımından Rusiyanın da məsələn itirdiyi çox məsələlər var, xüsusən də onun dondurulmuş aktivləri məsələsi var ki, bunun çox böyük məbləğdir. Ancaq bütünlükdə hələ ki məsələ ondan ibarətdir ki, Ukraynanın vəziyyəti elə də ürək açan deyil.